Salam, hər vaxtınız xeyir. Bugünkü vlogumuzda Dubai Mall'dan başladırıq. Bura bildiyiniz kimi dünyanın ən hündür binası Burj Khalifadır. Gecə vaxt çox gözəl idi. Əgər yaxşı lokasiya ilə maraqlanırsınızsa, 3-cü mərtəbəsinə çıxıb balkona daxil olursunuz və balkondan belə bir mənzərə açılır Apple mağazasından. Görün nə gözəl duvarlar. Sadəcə izləməyinizi istəyirəm, sonra bütün burayla bağlı sizə məlumatları verərəm. İkinci günümüzdən sizi salamlayıram. Tezdən durduq, biraz çimdik. Bu otelimizin yanındakı dənizdir. Sonrasında da axşamı hazırlandıq, gəldik Dubai Marinaya. İnanın ki, bunların hamısını canlı görmək lazım idi. Hələ burada bir məscid var idi, orada əzan oxunurdu. Bu o qədər gözəl idi bu mənzərəyə qarşı, o qədər həyəcanlandırıcı idi ki, inanın ki, yəni bir dəfə gəlirik də həyata mütləq ki, gəlib görmək lazımdır. Çünki problem, dərd, borc, xərc onlar həmişə var. Amma bu anılar unudulmazdı. O qiymətlər də şilliyi qədər böyük deyil əslində. Bax, məsələ Dubai Marinada, yaxda da, gəmidə. Axşam yeməyi cəmi 40 dollar idi. Başa düşürəm, bəlkə də biraz çox da gələ bilər, amma plus minus Bakı ilə eyni qiymət olduğunu düşünürəm. Üçüncü gündən sizi salamlayıram. Bugün hər səhər yeməyimi götürüb düşdüm baseyna. Bugün gedəcəyimiz yer safari turudur. Safari turu ilə bağlı bir məlumat vermək istəyirəm. Yeni qaldığımız oteldə onsuz da gəlib sizə təklif edirlər 20 dollardan 70 dollara qədər. Arasında bir fərq varmı? İnanın ki, qəti yoxdur. Çünki biz götürdük 30 dollar oxuduq ki, bəlkə bir tık daha yaxşı olar. Getdik, yeməkləri heç nə idi. Yanına 50 dirhəmlik, yəni 25 manatlıq əlavə olaraq VIP menü aldıq. O da yiyiləsi idimi? Qətiyyən yiyiləsi deyildi. Təsəvvürünüzə gətirin, o qədər acıydıq ki, axşama bildiyiniz McDonald's zakaz elədik. Sadəcə bir dəfə görməyə dəyərmi? Dəyər təbii ki, də əgər buradan Dubaya kimi gedirsinizsə, bir dəfə bu mənzərəni istəyə bilərsiniz. Əslində mən buradan daha çox axşamını sevdim. Axşam çox əyləncəli idi. Çox xoşuma gəldi. Dördüncü günü sizi Mall'dan salamlayıram. Deməli, bu əsl ərəb qızı vibe'ımla hazırlaşıb getdik Miracle Garden-a. Ən əvvəldən həvəsim olan yer. Məndə ümumiyyətlə Dubai həvəsi ümumi bu parkdan başlamışdı. Cənnət idi sanki. Hər yeri, bilmirdin haranı çəkəsən, bilmirdin necə çəkəsən, nəyi çəkəsən, o qədər gözəl idi. Giriş buranın pulundan hardasa 40 manata yaxın idi. Saat olaraq limitsiz idi. İçərisində kafe, restoran falan tipli yerlər var idi. Harda ki, yemək, su içmək, nə istəyirsən edə bilərdin. Amma hava çox isti olduğu üçün məcbur biz də bir saata oradan çıxdıq. Bir saata da biz oranın heç 4də birini belə gəzə bilmədik, təəssüf ki. Ona görə məsləhət görürəm ki, Dubaya əgər getsəniz, soyuq aylarda gedin. Bu da bizim sonuncu günümüzdür. Bugün də planda Abu Dhabi'dəki Seyyid Meçidinə yollamaq var idi. Əsas şərtlərdən biri mütləq başı örtülü
qolların görünməməli və ayaqların da topuğuna qədər görünməməli. Girişi ilə bağlı məlumat vermək istəyirəm ki, bura giriş pulsuzdur. Müəyyən pozlar var ki, onlar da şəkil çəkdirmək qəti qadağandır, yəni icazə yoxdur. Amma sizə deyim ki, biz bax, mol kimi bir yerdə girirsən oradan bir xeyli yeriməlisən ki, gəlib bax, imini bu meşdə çatasan. Yəni, mütləq ki, hər şey kimi bu da fədakarlıq tələb edir. Bu dünyanın ən böyük xalçası elan olmuş xalçadır. Bu da axşam görün.